Salam əziz şagirdlər. Deməli uşaqlar, sizinlə bu misalı bərabər həll etmək istəyirəm. Deməli burada azalan, çıxılan fərq verib. Mən 10-dan neçə çıxsam 7 alaram. 10-dan 3 çıxdıqda 7 alınır. Deməli bu ortadakı ifadənin qiyməti 3-ə bərabər olmalıdır. Ortadakı ifadəni yazırıq. Bərabərdir 3 yazıram. Bilirəm ki, kəsr xətti bölməməni ifadə edir. Mən 6-nı neçəyə bölsəm 3 alaram. 6-nı 2-yə böldükdə 3 alıram. Deməli, onda bu məxrəci 2-yə bərabərləşdirəcəm. 3 minus 4 bölünsün x-i bərabərləşdirdim 2-yə. 3-dən neçə çıxsam mən 2 alaram. 3-dən 1 çıxdıqda mən 2-ni alıram. Deməli, bu ortadakı 4 bölünsün x-i bərabərləşdirəcəm 1-ə. Kəsr xətti yenə deyirəm ki, bölməməni bildirir. 4-ü neçəyə bölsəm mən 1 alaram. 4-ü 4-ə böldükdə 1 alınır. Deməli, nəhayət mən x-in qiymətini 4 tapdım. İndi gəlin yerinə qoyub yoxlayaq. X-in yerinə 4 qoyuram. X-in qiymətini 4 aldıq. Səliqəli görsənsin. Deməli, x-i yerinə 4 tapdıq. 4-ü 4-ə böləndə 1 alınır. 3-dən 1 çıxanda 2 alınır. 6-nı 2-yə böləndə 3 alınır. Ondan da 3 çıxdıqda 7 alınır. Misalı bu formada həll etmiş oldum. Ümid edirəm, hər şey aydın oldu uşaqlar. Nə başa düşülməsə, kommentlərdə qeyd edə bilərsiniz. Sağ olun.